Bacarıqlı mühərrik ustası, ilahi qüdrətlə mayalanmış poetik ifadələr müəllifi olan şair. Söhbət 71 yaşlı Mingəçevir sakini Nizami Qubadzadədən gedir. Şəhər sakini hələ gənc yaşlarından bacarıqlı maşın mühərrik ustası kimi xüsusi imic qazanıb. Sonradan Nizami Qubadzadə görkəmli alimlərin imzası ilə tərcümə olunan Quran hikmətlərini oxuyub təkmilləşib. Özünün də etiraf etdiyi kimi bu sevgi onu poetik nümunələr müəllifi edib şairə çevirib. O şeirlərinin hər sətrində və kəlməsində ilahi qüdrətdən güc aldığını poetik dildə ortaya qoyur. Nizami Qubadzadə ilk kitabını 2009-cu ildə nəşr etdirir. Mingəçevirli şair gələcək planları haqqında bugün informasiya proqramına danışıb. Ədəbiyyata həvəsim bu Qurandan bəhrələnərək tərcümə Vasif Məmmədəliyevlə Ziya Bünyadovun kitabını oxuyandan sonra Qurandan bəhrələnərək bu yazılara başladım və Həyat və Həqiqət kitabını yazdım. İkinci kitabı da yazmışam, onun da fəlsəfi mənaları var. Ancaq hələ çap elətdirməmişəm. Qeyd edək ki, 71 yaşlı Nizami Qubadzadəni bu yolda 45 illik ömür gün yoldaşı və yeganə övladı dəstəkləyir. Bu sözləri şair ilahi eşqin gücü ilə yanaşı doğmalarının sevgisindən də əlavə güc alır. Könül Kazımova, Rahim İbrahimoğlu, Elgiz Abdurrəhmanlı bugün informasiya proqramı üçün.